Dünyamızı hərəkətə gətirən bir mühərrik var, maliyyə sistemi. O, bizim əmanətlərimizi investisiyalara, xəyallarımızı isə reallığa çevirir. Amma bu nəhəng və mürəkkəb mexanizmin dərinliklərində elə bir qüsur gizlənir ki, bütün iqtisadiyyatımızı çökdürə bilər. Gəlin bugün maliyyənin bu gizli tərəfinə birlikdə baş vuraq və onun hamımızı necə təhdid etdiyini anlayaq. Yaxşı, bəs bütün iqtisadiyyatımızı darmadağın etməyə qadir olan bu gizli qüsur nədir axı? Bu, elə bir zəiflikdir ki, zaman-zaman ortaya çıxır və bütün dünyada böhranlar yaradır. Odur ki, hazır olun, çünki bugün biz bu sirri açmaq üçün maliyyə sisteminin ən dərin və ən qaranlıq künclərinə səyahət edəcəyik. Bu sirri anlamaq üçün, gəlin əvvəlcə sistemin özünün necə işlədiyinə baxaq. Maliyyə sistemini, bilirsiniz, iqtisadiyyatın qan-damar sistemi kimi təsəvvür etmək olar. O, iqtisadiyyatın qanı olan pulu ehtiyac olan yerlərə daşıyır və bununla da bütün mexanizmi canlı, fəal saxlayır. Yəni, bu sistem nə edir? Əslində çox vacib işlər görür. Pulu olanlardan, yəni əmanətçilərdən, pula ehtiyacı olanlara, məsələn, biznes qurmaq istəyənlərə ötürür. Riskləri tək bir adamın çiyninə qoymaq əvəzinə minlərlə investor arasında bölüşdürür. Və ən əsası, istənilən an aktivlərimizi, məsələn, səhmlərimizi nağd pula çevirməyə imkan verir. Qısacası, birinin ev krediti götürməsindən tutmuş, nəhəng bir şirkətin yeni fabrik tikməsinə qədər hər şey bu sistemin saat kimi işləməsindən asılıdır. Gəlin, bu sistemin tərkib hissələrinə də baxaq. 3 əsas element var. Birincisi, bazarlar. Səhm bazarı kimi düşünün, alıcılarla satıcıların görüşdüyü yerlərdir. İkincisi, qurumlar, yəni banklar kimi vasitəçilər. Onlar bütün bu prosesi asanlaşdırırlar. Və nəhayət üçüncüsü, alətlər. Səhmlər, istiqrazlar, bunlar pulun əl dəyişdirməsini təmin edən rəsmi müqavilələrdir. Bax, bu üçlük birləşəndə iqtisadiyyatın mühərriki işə düşür. Yaxşı, hər şey əla səslənir, elə deyilmi? Amma məhz bu möhtəşəm görünən sistemin təməlində bir dizayn xətası gizlənir. Bütün bu nəhəng mexanizmi bir anda iflic edə biləcək bir xəta. Bu problemə asimmetrik məlumat deyilir. Çox mürəkkəb səslənir, bilirəm, amma əslində çox sadə bir ideyadır. Təsəvvür edin ki, siz bankdan biznesiniz üçün kredit istəyirsiniz. Siz öz biznesinizin bütün incəliklərini, risklərini, zəif nöqtələrini bankdan qat-qat yaxşı bilirsiniz, elə deyilmi? Bank isə qərar vermək üçün sadəcə sizin təqdim etdiyiniz məlumatlara güvənməlidir. Bax, tərəflərdən birinin daha çox məlumata sahib olması, yəni bu məlumat qeyri-bərabərliyi, demək olar ki, bütün maliyyə böhranlarının kökündə dayanır. Və bu qüsurun 2 təhlükəli üzü var. Birincisi, tərs seçim. Bu problem kredit müqaviləsi bağlanmazdan əvvəl ortaya çıxır. Sadə dildə desək, krediti qaytarmaq ehtimalı ən aşağı olanlar, yəni ən riskli müştərilər bankın qapısını daha çox döyürlər. İkincisi isə əxlaqi təhlükə adlanır. Bu isə pulu aldıqdan sonra yaranır. Borcalan artıq düşünür ki, pul məndədir, nəsə pis hadisə baş versə belə, zərərin bir hissəsini onsuz da bank ödəyəcək. Və bu düşüncə onu daha riskli, daha ehtiyatsız addımlar atmağa sövq edir. Bu tərs seçimi başa düşmək üçün ən yaxşı yol məşhur limonlar problemidir. Gəlin təsəvvür edək, siz işlənmiş maşın almaq istəyirsiniz. Bazarda həm əla vəziyyətdə olan maşınlar var, həm də problemli, yəni limon adlanan maşınlar. Siz alıcı olaraq fərqi bilmirsiniz. Buna görə də risk etməmək üçün orta bir qiymət təklif edirsiniz. Amma bu qiymət yaxşı maşın sahiblərini qane etmir və onlar maşınlarını satışdan çıxarır. Nəticə, bazarda ancaq limonlar qalır. Bax, maliyyə sistemində də eyni şey olur. Keyfiyyətli borcalanlar kənarda qalır, sistem isə riskli borcalanlarla dolur. Yaxşı, bütün bu nəzəriyyələr, limonlar filan, bəs real həyatda bu gizli qüsur özünü necə göstərir? Gəlin, tarixin ən böyük maliyyə fəlakətlərindən birinə, 2008-ci il qlobal maliyyə böhranına nəzər salaq və bu fəlakətin anatomiyasını araşdıraq. Deməli, maliyyə böhranları adətən çox bənzər bir ssenari üzrə cəryan edir. Hər şey yeni bir fürsətin yaranması ilə başlayır. Sonra kreditlər kütləvi şəkildə artır, aktivlərin qiyməti şişir. Hamı bu dəfə fərqlidir deyə düşünməyə başlayır, bir euforiya yaranır. Amma bir nöqtədə köpük partlayır, kütləvi panika başlayır və böhran bir virus kimi bütün sistemə yayılır. Və 2008 böhranını alovlandıran yanacaq nə idi? Məşhur ninja kreditləri. Bu ad elə belə deyil. No income, no job, no assets.
Yəni, nə gəliri var, nə işi, nə də bir aktivi. Banklar heç bir təminatı olmayan insanlara kütləvi şəkildə ipoteka kreditləri verirdilər. Bu, tərs seçimin ən dəhşətli, ən bariz nümunəsi idi. Amma əsl dəhşət bundan sonra başlayır. Təsəvvür edin, minlərlə belə ümidsiz ninja krediti bir paketə yığılır, reytinq agentlikləri bu zəhərli paketə ən etibarlı qiymətli kağız kimi AAA reytingi verir və bu paketlər bütün dünyaya satılır. Nəticədə Tokyodan Frankfurta qədər dünyanın hər yerindəki investorlar içində nə olduğunu bilmədən əslində limonlarla dolu bu zəhərli aktivləri alırdılar. Bu, asimetrik məlumatın zirvə nöqtəsi idi. Və qaçınılmaz son gəlib çatır. 2008-ci il sentyabrın 15-i. Nəhəng investisiya bankı Lehman Brothers iflasını elan edir. Domino daşları bir-birinin ardınca aşmağa başlayır. Qlobal maliyyə sistemi sözün əsl mənasında donur. Nəticə? Tam bir fəlakət. Rəqəmə bir baxın. 2 trilyon dollar. Bu böhranın qlobal iqtisadiyyata vurduğu zərər təxminən bu qədər idi. Milyonlarla insan işini, evini, əmanətlərini itirdi. Bax, maliyyə sistemindəki kiçik bir nəzəri qüsur real dünyada belə böyük faciələrə yol aça bilir. Əlbəttə, belə bir fəlakətdən sonra bütün dünya bir araya gəlib soruşdu. Bir daha belə bir şeyin yaşanmaması üçün nə etməliyik? Cavab, bütün dünyanı əhatə edən yeni və daha sərt tənzimləmə qaydaları oldu. Bu yeni islahatların ürəyini Bazel 3 adlanan qaydalar toplusu təşkil edir. Gəlin bunu banklar üçün bir növ tikinti təhlükəsizliyi məcəlləsi kimi düşünək. Bu qaydalar bankları daha çox kapital, yəni zərərləri qarşılamaq üçün daha böyük bir təhlükəsizlik yastığı saxlamağa məcbur edir. Onları yaxşı günlərdə, pis günlər üçün pul yığmağa və qısa müddətli böhranlara daha dayanıqlı olmağa sövq edir. Düzdür, 2008-dən sonra qurulan bu yeni qaydalar sistemi daha möhkəm bir qalaya çevirdi. Amma bildiyiniz kimi, maliyyə dünyası heç vaxt dayanmır və bugün həmin qalanın divarlarını aşmağa çalışan tamamilə yeni və fərqli təhdidlər var. Və bugün tənzimləyicilərin qarşısında tamamilə yeni, hətta bəlkə də daha mürəkkəb problemlər durur. Fintech və rəqəmsal banklar, kriptovalyutalar, ticarətdə istifadə olunan süni intellekt alqoritmləri və hətta iqlim dəyişikliyinin yaratdığı yeni maliyyə riskləri. Bütün bunlar mövcud qaydaların sərhədlərini ciddi şəkildə sınağa çəkir. Bütün bunlar isə bizi son, amma ən vacib suala gətirib çıxarır. Maliyyə dünyası getdikcə sürətlənir, daha da mürəkkəbləşir və sistemi qorumağa çalışanlar, yəni tənzimləyicilər, bu başgicəlləndirici sürətlə ayaqlaşa biləcəklərmi? Bu sualın cavabı təkcə iqtisadçıları yox, əslində hər birimizi düşündürməlidir. Çünki növbəti böhranın nə vaxt və haradan gələcəyi məhz bu cavabdan asılıdır.